Hicab. Bir müsəlman qadın üçün hicab yalnız Allahın əmri deyil. Bəzən onu böyüdən atası, bəzən ömrünü paylaşdığı həyat yoldaşı, bəzən hər şeydən çox sevdiyi övladı və ən əsası onu qadın olaraq var edən ən dəyərli duyğudur. Biz müsəlmanlar və bu torpaqda yaşayan kişilər üçün qadın və onun hicabı hər zaman ən aşılmaz sərhəd olmuşdur. Halbuki, bugün elə bir nöqtəyə gəlib çatmışıq ki, nə qədər üz qarası olsa da, heç bir qanuni mane olmadan bu sərhədləri qoruya bilmirik. Məsələnin ən azınacaqlı tərəfi budur. Sizə təqdim etdiyimiz müsəlman qadınların hicablı halda şəkil çəkdirdikləri bu pasportlar şəxsən şahid olur ki, İsveçrə, İspaniya, Rusiya, Fransa kimi qeyri-müsəlman dövlətlərinə aiddir. Halbuki, rəsmi olaraq qanun üzərində bizim torpaqlarımıza da pasport üçün hicabla şəkil çəkdirməyə icazə var. Amma praktikada biz bunun qarşılığını çox təəssüflər olsun ki, görmürük. Bir müsəlman olaraq bilmək istəyirəm. Niyə? Axı bizlər Qarabağı işğaldan azad edəndə orada məscidləri təmizləyir, azan oxuyurduq. Halbuki indi özümüzə sanki öz dinimizə düşmən kəsilmişik. Bizə bu məsələdə yazan minlərlə qadının adından aidiyyəti qurumlara səslənir və bu məsələnin aydınlığa çıxmağını diləyirik.